Sən əvvəl xəyanətlərin mövzusu daha çox sevgi olurdu ki, aşiq oldum başqa bir xanıma və yaxud başqa bir bəyə aşiq oldum. İndi xəyanət də çox bilmirəm, biraz da gülməli gəlir bu səbəblər ki, məsələn, sırf bir göstəriş olsun deyə, o status olsun deyə ki, mənim ailəmdən başqa bir də münasibətdə olduğum bir insan var. Yəni burada da duyğu yoxdur. Əvvəl xəyanətdə belə bir duyğu var idi. Bir hardasa empati qura bilirdin. Fərqli şeylər üçün xəyanət edirlər, amma mən yenə də əsas səbəbin birini nədə görərəm? Əlçatanlıqda. Yəni əvvəl sən bir nəfərlə ümumiyyətlə bir yerdə olmaq üçün, yəni seksual, intim həyat yaşamaq üçün evlənməliydin. Evlənmək üçün də bir ton xərc çəkməlisən, ev almalısan, cehiz gətirməlisən və s. Yəni bunun giriş xərci o qədər çox idi ki, sən artıq bunu xərcləyəndən sonra bir də ikinci o qədər xərci fikirləşmirsən. Amma indi seks o qədər əlçatandır ki, istəyirsən evli ol, olma, istəyirsən nə bilim subay ol, istəyirsən boşanmış ol və s. bir növ heç kimin umurunda deyil. Açığı bayaqlar şəxsi münasibətlərdən danışdım. Mən öz təcrübəmdə bunu yaşamışdım. Yəni mən uzun müddət evli olmuşam və evliliyə qədər də bir münasibətim olmayıb. Mənə görə siz deyən kimi bir nəfər var da dünyada. Və ona görə ayrılıq mənim üçün belə travmatik oldu ki, elə bir ki monopoliyadır da. Yəni bir nəfər var idi, o adam da yoxdur, dünya dağılır. Amma sonra bir də ayıldım ki, deyən görüm, deyəsən pul olan kişiyə hamı lazımdır. Yəni o say o qədər, tələb o qədər çoxdur ki, sən bir də ayılırsan ki, deyən görməyə, demək, yəni seks həyatı yaşamaq üçün heç evlənmək lazım deyilmiş. Bu da indi hamıya gedib çatır və o yeni kəşf edən adam da şey olur da, bir propaganda maşınına çevirir, gedir hamıya deyir ki, xəbəriniz var, evlənmək lazım deyilmiş. Belə gedir, evlənənlər də boşarkən mən də istəyirəm. Bunu xanımlara da aid eləmək olarmı? Əlbəttə, xanımlara da başqa tərəfdən gəlir. Kişilərdə bu seksə əlçatanlıq tərəfdən gəlir. Qadınlara da kişidən asılı olmamaq tərəfdən gəlir. Yəni qadına da deyirlər ki, get işdə puluvu qazan, kişi nə edirsən, sən hər dəfə ondan icazə alacaqsan, bunu geyineyim, giyməyim, falan yerə gedim, getməyim. Puluvu qazan, heç kişi sənə lazım deyil. Orada da eyni propaganda başlayır. Hə, orada da eyni şeydir. Orada da deyirlər ki, oğlan yaxşı fikirdir, gəl boşan. Sən demə belə də olar.